Mən səni sevəndə elə bilirdim ki, özümə təkcə əl yox, yoldaş, dost tapmışam. Bunu o qız deyə bilər ki, ərinə ürəyi yana, onun adını uca tuta, namusunu gözləyə. Necə? Təkdən at düşdən çöllərə, bir atına mindirir, o bir maşınına, sonra da... Nə? Deməli, işimi sənətimi atım, hə? Bura şəhər deyil, sən də subay qız. Ədlər vatan otur evində. Mən işləyirəm, atam işləyir, anam işləyir, bacım işləyir, bəsdir! Arvadım işləməsə də olar. Nəyimiz çatmır? Adam içine çıxmağa da utanıram. Kimə rast gəlirəm, sənin sözünü danışır. Mən də cana gəlmişəm, dedəm də. Bütün kendi ayağa kaldıraram. Hayır Rüstem, bir ayak sakla, sana demeli sözüm var. Özə əziyyət vermə. Sənin o qara yetimçəni ferməyə yaxın bırakan deyil. Benim oğlumun derdine kalan taplar, sen öz oğlunun derdini çek. Ne var ki? Oğluna de ki, kişi olan kes, gül kimi halal öğretin atıp, onun bunun artığına göz dikmez. Adamın yersi olmayandı, onu ele ayak altına atarlar. Uzun sözün kısası, özünü elə bir iş tap ki, hər gün bir atın tərkinə minməli olmayasan. Qaraş, bu gecə gözü hara? Nənə, çöldə işim var, getməliyəm. Qayıt evinə. Ağlını başdan yığ. Ocağımızı haram qatma bala. Özgə arvadın şirinliyini allanıb, ailəmizi kör qoyma. Nənə, sən Allah məndən əl çək. Qaraş, qayıt deyirəm sənə. Canımı boğazıma yığmışsınız. Qaraş! İnamusluğun bəstəyi, edəsiz nənəsiz qısa zülm elədiyin bəstəyi, ağ bir şey nənənə də söz qaytarırsan.